Yəni imam oturursa, camaat ayaq üstə qılır. Sən nə deyirsən? İxtilaf elədilər şeyxlər, ağsaqqallar. Hə. Ya burada tapmaca eləməyək də. Yəni onsuz ya ayaq üstə qılmalıdır, ya oturub. Dəlil bilən var. Ölçündən soruşmuram. Nə hədis? Aha. Ki imam əgər təxmini oturaq qılırsa, siz də ona uyub oturaq qılın. Bəli. Amma o daimi oturaq qılanlara aid deyil, hansı ki, həmişə oturaq qılır. Səfləmir. Kim ki, məsəl üçün, müəyyən... Yəni, əgər imam, məsələn, o barədə 2 dənə hədis var. 2 dənə hədis var, yəni məşhur, yəni əsas 2 dənə hədis var. Bir hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qılanda hədisin tam ləfsi yadımda deyil, namazın içində oturur. Namazın içində oturur. Allah Resulü ehtiyac olub namazın içində oturur. Allah Resulü namazın içində oturanda hamıda oturur. Yəni sahabilər görürlər ki, Allah Resulü namazın içində, yəni namaz qıla-qıla ikinci rükətdə oturdu, hamı oturur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem namazdan sonra bunu onları qadağan edir. Qadağan edir ki, yəni başqa qövmlərdə kral oturanda otururlar, o duranda dururlar, aydındır. Bunu onları qadağan edir. Və bu hədisə əsasən bəzi alimlər deyiblər ki, yəni imam otursa belə cəmaat ayaq üstə namazını qılır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan edir. Və başqa hədisdə də gəlir ki, imam ona tabi olunsun deyənə imam seçilib. O təkbiri gətirəndə siz təkbiri gətirin. O oxuyanda siz susun. O səmiyallahu limən hamidah deyəndə siz Rabbana və ləkəl hamid deyin. Və bu hədisin bir ləfsində də gəlir, səhih hədisdir. İmam oturaraq qılanda siz də oturaraq qılın. Hədisin əvvəlinə bax, imam ona tabi olasınız deyə imam seçilib. Deməli, bu da imama tabiçilikdəndir. İmam oturanda siz də oturub qılın. Aydındır. Və bu barədə də ən gözəl rəy İmam Əhmədin məzhəbidir. Rahiməhullah bu məsələdə təfsilatı gedib və hər 2 hədisi də cəm edib. Deyib ki, əgər imam əvvəlindən, yəni namaza girəndən, əvvəlindən oturaraq başlasa, cəmaat da oturaq qılır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buna əmr edir. İmam oturaraq qılsa, siz də oturaq qılın. Amma imam ayaq üstə başlayıb, cəmaat da ayaq üstə ona tabi olur. Birdən nəsə olub, oturubsa, cəmaat oturmur. Namazı ayaq üstə tamamlayır. O hədisə əsasən. Amma imam oturub qılsa, cəmaat da ona oturub tabi olsa, onda rükuna səzdəni normal edir, yoxsa necə? Rükuna səzdəni normal edir. Yəni, rükuna səzdən normal edir, aydındır. Və lakin qiyamda oturur. Aydın oldu. Yəni, o indi tutaq ki, oturan adam səzdə edə bilmirsə normal halda, cəmaat normal səzdəni edir. Aydın mı? Amma qiyam söhbətinə gələndə oturub qılır. Bəli. Və həmçinin bəzi alimlər də deyiblər ki, məsələn, İmam Nəvəvi, rahiməhullah, həmçinin İbn Qudamə, Muğnidən deyirlər ki, müstəhəbdir ki, bəyənilir ki, yaxşıdır ki, həm də ehtiyat baxımından əgər imam ona əvəz edən başqa birisi varsa, yəni imam oturub qılırsa, onu əvəz edəcək başqa birisi varsa, ayaq üstə qıla biləcək. Qoy o imam dursun. Niyə? Çünki ola bilsin ki, cəmaat içərisində o bir rəydə olanlar olsun. Hansı ki, imam oturanda cəmaat da oturub qılmalıdır rəyini götürmür. Aydındır. O baxımdan deyiblər ki, bəzi alimlər, əgər
o halda imamı əvəz edə bilən və ona yaxın birisi varsa, qoy ayaq üstə qıldıra bilən qıldırsın. Amma belə də ki, əlhamdülillah, yəni imamın oturub qıldırmasında və cəmaatın ona tabi olmasında heç bir şey yoxdur. Əksinə Peyğəmbər sallallahu əleyhi və səlləm sünnətidir, şəriətidir. Nə? Ayaq üstə o hökmü? Hökmü? Vallahi hökmünün vacib olub olmadığını deyən alimlərdən bilmirəm. Deyəsən zahirlər deyib, Zahiri İbn Həzm Muhallədə, səhv etmirəmsə İbn Həzm gətirib ki, vacibdir. O da bu bayaq qeyd etdiyim hədisə əsasən ki, Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edib və imama tabiçiliyə bağlayıb ki, imam ona tabi olasız deyə imam seçilib. Aydındır. O oturub qılanda siz də oturub qılın. Hədisin zahiri vacibli ifadə edir. Çünki bax, imam ona tabi olasız deyil. Məsələn, mə'munun imama tabiçiliyi vacibdir, vacib deyil. O şeylərdə ki, tabiçilik əmr edilib. Məsələn, imam indi göbəkdən aşağı tutursa, mən də imama tabi olub göbəkdən aşağı tutmalıyam. Belə tabiçilik yoxdur. Yəni, tabiçilik sünnələrdə deyil axı. Vacib və rükunlardadır. Və o şeylərdə ki, imama tabiçilik əmr edilir. Fikir ver, hədisə. Məsələn, imam təkbir gətirəndə sizə təkbir gətirin. Deməli, mə'munun da imamla bərabər təkbir gətirməsinin hökmü nədir? Vacibdir. İmam Səmiyallahu limən həmidah deyəndə siz Rabbənə və ləkəl həmid deyin. Deməli, vacibdir. İmam oxuyanda siz susun. Ona görə bəzi alimlər nə deyirlər? Məsələn, İmam Əhməd, İmam Məlik, Şeyxülislam, İbn Teymiyyə rəhməhullah, müasir alimlərdən Şeyx Albani. Onlar deyiblər ki, və alimlər, ümumiyyətlə, cümhur alimlər bu rəydədir. Deyiblər ki, imam səsli namazda oxuyanda mə'munun imama tabi olanın susması vacibdir. Niyə? Allah subhanət hələ sənə əmr deyir. وَإِذَا قُرِئَ الْقُرْآنِ فَاسْتَمِعُوا لَهُ وَأَنْصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ Quran oxunan zaman susun və onu dinləyin ki, sizə rəhm olunsun. İmam Əhməd deyir ki, bu ayə namaz üçün nazil olub. Yəni, namaz vaxtı Quran oxunarkən susun və onu dinləyin ki, Allah sizə rəhm eləsin. Allah subhanahu və teala nəinki susmaq, hətta dinləməyə əmr eləyir. Yəni, susmaqla kifayətlənmir. Yəni, susun, yox. Sus və dinlə. Fikrin başqa yerdə olmasın. Aydındır. Hər ikisində və əmir də vacibli ifadə edir. Ona görə fikir versən bu. Və həmçinin o hədisin bir ləfsində də belə gəldi ki, imam oturanda siz də ona tabi olub oturun. Əmr edir. Peyğəmbər sallallahu aleyhi ve sellem. İxlasla.com saytı tərəfindən təqdim olundu.